Məlumat verdiyimiz kimi Ermənistanda Azərbaycan dilində yayımlanan televiziya kanalının aparıcısı Diana Karapetyanla Azərbaycanın Real TV kanalının əməkdaşı arasında dialoq vaxtı gərgin anlar yaşanıb. Belə ki, canlı bağlantı zamanı erməni jurnalist Artsaq ifadəsini işlətməyə cəhd edib. Real TV-nin aparıcısı Vəfa Həmzəyeva dərhal müdaxilə edərək belə bir sual ünvanlayıb. Əgər siz hələ də Artsaq deyilsinizsə, o zaman sülhdən necə danışmaq olar? Azərbaycanlı jurnalist vurğulayıb ki, Artsaq ifadəsi artıq siyasi və hüquqi baxımdan qapalı mövzudur. Erməni aparıcı sözü gedən kanalın yaradılmasında əsas məqsədin dezinformasiyanın qarşısını almaq olduğunu desə də, Qarabağ məsələsində təməl prinsiplə bağlı yanlış mövqedə qaldıqlarını nümayiş etdirib. Ermənilər hələ də Artsaq deyirsə, o vaxt sülhdən danışmaq olarmı? Qlobal İnfo azad danışan politoloq Fərhad Məmmədov bildirib ki, burada söhbət ilk növbədə prosesdə sülh anlayışının hansı formata qavranılmasından gedir. Azərbaycanda yaşı 40-dan yuxarı olan şəxslər üçün ermənilərlə sülh Sovet dövründə olan vəziyyətdir. Halbuki biz o vaxt eyni dövlətdə yaşayırdıq. Ermənilər Azərbaycanda, azərbaycanlılar isə Ermənistanda yaşayırdı. Hətta bu həmrəyliyi əks etdirən mahnılar vardı və beynəlmillətçilik prinsipi üzərində qurulmuş millətçiliyi inkar edən Sovet ideologiyası vardı. Və indi də gələcəkdə belə sülh mümkündür. İkinci məqam gənc nəslin sülh qavrayışıdır. Bu da bizim digər həmsərhəd ölkələrə münasibətimizlə bağlıdır. Məsələn, Gürcüstan, Rusiya, Türkiyə və İrana ən azı gediş-gəliş var və həmin ölkələrdə Azərbaycanlı olduqlarına görə təqib edilməyib. İş görüb pul qazanmaq imkanı olan insanların sülh qavrayışıdır. Bu şəraitdə sülhün qurulması üçün Azərbaycan və Ermənistan böyük yol qət etməlidir. Ona görə bugün biz sülh dedikdə ilk növbədə müharibənin olmaması, dövlətlər arasında əsas prinsiplərin müəyyən edilməsi və qonşuluq formatına çevrilməsini nəzərdə tuturuq. Yaxın 5-10 il ərzində isə dövlətlər arasında əməkdaşlıq, cəmiyyətlər arasında dialoq mümkündür. Politoloq məsələnin tarixi aspekti ilə bağlı deyib ki, bu hər iki ölkədə və cəmiyyətdə 10 illiklərlə formalaşan diskurs və narrativlərdir. Bundan heç kəs imtina etməyəcək. Biz Ermənistan ərazisini Qərbi Azərbaycan, Yerevanı isə İrəvan adlandırmaqdan imtina etməyəcəyik. Onlar da həmçinin dövlətlər səviyyəsində ərazi iddiası olmadığı təqdirdə Artsaq, İrəvan və başqa ifadələr həmin xalqların digər dövlətlərin bölgələrinə öz adlarını verməkdən başqa bir şey olmayacaq. Bu bir maneə kimi var, heç kəs inkar etmir. Tarixi kitablar, qəhrəmanlar və s. Ancaq hazırda aktual məsələ deyil. Bu gələcəyin məsələsidir. Biz yaxın illər ərzində ancaq dövlətlərin qonşuluq siyasətinə bir forma verilməsini, eyni vaxtda cəmiyyətlər arasında dialoq görəcəyik.